Daha bir maraqlı sualın izahına baxaq. Mövcud olma müddətinə görə uyğunlaşdırın. Bizans imperiyası, Frank imperiyası, Böyük Səlcuq, Osmanlı. İlk öncə baxaq. Bizans imperiyası 395-dən 1453-ə. Frank imperiyası 800-dən 843-ə qədər. Böyük Səlcuq dövləti 1038-1157. Osmanlı dövləti 1302-dən 1922-yə qədər. İndi baxaq. Bizans imperiyası mövcud olub 395-dən 1453-ə qədər. Bu olub 1058 il. 1058. Deməli 1 1058-dir. Sonra uyğunlaşdıracaq. 2. Frank imperiyası mövcud olub 43 il. 2 43. Böyük Səlcuq dövləti 1157-1038. Mövcud olub 119 il. Deməli, Böyük Səlcuqda olub 119 il. Osmanlı imperiyası 1922-dən 1302-ni çıxırıq edir 620 il. 620 il. Deməli, ən çox olan 1058. Deməli, Bizansa gedəcək 1058. 1-ə getdi A. Daha sonra 620 oldu Osmanlı. Osmanlı olacaq daha böyük ərazi 2-yə gedəcək. Osmanlı içədə 2-yə gedəcək D. Daha sonra oldu 119 il. 119 olacaq Böyük Səlcuq 3-ə gedəcək C. Daha da az oldu Frank imperiyası. Ona gedəcək B. Demək 1-ə A getdi. Ən böyük ərazi oldu Bizansın. Sonra ikinci böyük ərazi Osmanlının. Üçüncü böyük ərazi Səlcuqun. Dördüncü balaca ərazi isə Frankın.